Salam, sabahınız xeyir, gözəl insanlar. Deməli, dünənləri maliyyə sənətinin bəzi incəliklərini danışdım. İndi də qalan incəliklərini göstərmək istəyirəm, danışmaq istəyirəm. Amma dünənki videomuzda çox az baxış gəlib. Astar vurulandan sonra kontrollar var. Astarı sürtəndən sonra kontrollar var. Xırda dediyim kimi çıtlar deyən var, nə bilim, çox şey deyən var da, yəni onların doldurulmasını göstərmək istəyirdim sizə. Doldurmuşam indi. Çox belə deyim də çəkiliş üçün avadanlıqlarım yoxdur. Onları göstərmək istəyirəm və demək olar ki, burada saxlamışam bir ikisini. Onları göstərəcəm sizə. Baxın, burada şpaklovka ilə doldurmuşam, burada doldurmuşam, amma buna doldurmamışam. Buna əlvi sürtürsən belə, dəyir. Bu kraskada nə olsun, kapotun altıdır. Bu kraskada deşik kimi, dalğa kimi görsənir. Burada. Bunlar hamısı dolmalıdır ki, səliqəli kraska həm düz, həm səliqəli çıxsın. Buna misal, məsəl üçün, ən pis vəziyyətdə bu ferimizi göstərmək istəyirəm. Bunu da doldurmuşam. Baxın, görürsünüz, o qədər nəzik çəkmişəm, bunun içi dolub. Bunun içi dolub. İndi ola bilər ki, çoxdur deyənə tələsik çəkib səliqəsiz, belə səliqəsiz çəkmişəm. Onlar şpukada hamısı itiriləcək. Yeri gələndə çox adam deyir ki, bura buferin altıdır. Ehtiyac yoxdur. Amma mən yenə də doldururam ki, işimiz səliqəli çıxsın. Amma sizdən də xahiş edirəm ki, tam dəstəyinizi gözləyirəm. Tam. İnşallah güclü dəstəyinizdən sonra tam açıq, tam gözəl videolar atacağım Allahın köməkliyi ilə. Səliqəli çıxan işlərimizi hamısının çəkilişini eləyib atacağım. Həm vaxtım olmur çox video çəkməyə, həm də ki, işlər çoxdur. İnşallah yaxşı olacaq.